Yazıcı Mirhicab Abdullayev onu sevənləri, oxucularını bir araya topladı və yeni kitabını, növbəti kitabını, Kənan Aylin adlı kitabını onlara təqdim etdi. Həmin tədbirdə baş verənlər Maqazin Plus'da. Yazıcı Mirhicab Abdullayev oxucularına yeni əsərini təqdim edib. Müəllifin növbəti kitabı olan Kənan və Aylin təqdimat mərasimində oxucular və ədəbiyyat sevərlərə tanıdılıb. Kitabın süjet xəttində əsasən eşqdən danışılır. Başrol qəhrəmanı oğlan və qızla adından göründüyü kimi Kənan və Aylin. Bundan başqa digər prototiplər də var və Arif prototipi var ki, əsas bəli, o da demək olar ki, baş qəhrəmanlardan biridir. Əsərdə bəli qeyd olunur ki, hər zaman ağıl yox, bəzən eşqin səsi. Çünki bunu oxuyarkən oxucu çox gözəl şəkildə görəcək ki, hər zaman hər şeyi oturub fikirləşmək, hər şeyin dərinliyinə getmək bir növ bəzən düzgün bir seçim deyil. Əsərdə oxucuya bunu da göstərmək istəmişəm bir yazıcı olaraq. Hər zaman ağılla düşünüb, hər bir şeydə xırda bir kiçik nüans da olsa bir problem var. Nə zaman hər şey axırına kimi nöqtələ analiz elədikcən, hər şey təhlil etdikcən, istərsiniz orada müəyyən xırda çalarlar da olsun, mənfiliklər görmək olur və bu zamanda geri çəkilmiş olursan. Ona görə də bəzən bunu oxuyarkən görüləcək ki, bəli, orada misal üçün müəyyən bir səhv addım olunur ki, onunla da bağlı mən qeyd eləmək istəyirəm ki, hər zaman ağıl yox, bəzən eşqin səsi. Çünki əsərimizin baş qəhrəmanının biri ağılla hərəkət etdiyi üçün bir növ səhv bir qərar vermiş olur. Amma əslində eşqin səsinə qulaq assaydı, bəlkə də düzgün addım idi. Amma bəlkə başqa bir pəncərədən baxanda eşqin səsi yox, bəlkə də ağılla hərəkət eləmək lazımdır. O başqa, amma məsələn bu əsərdə o xırda nüans qeyd olunur. Tədbirdə müəllif əsərin ideyasından və əsas qəhrəmanların həyat hekayəsindən danışıb. Bildirilib ki, Kənan və Aylin əsəri gənclərin həyatından, sevgi və seçimlərindən bəhs edir. Yazarı birinci növbədə əsərə həvəsləndirən, əsəri yazmağa onu ilhamlandıran onun yaradıcılığıdır, onun o əsəri oxucuya çatdırmasıdır. Lev Tolstoy Anna Kareninanı yazanda sonda onun ölümü səhnəsində bir anlıq oturur, ağlayır, 3 gün deyirlər ki, ağlayır və onu gəlib durğuzanda deyir ki, Anna Karenina öldü. Yəni o dərəcədə əsərin içinə giribmiş. Yəni yazıcı üçün birinci növbədə onun yaradıcılığıdır, oxucuya çatdırmasıdır, cəmiyyətə verəcəyi bir səsdir önəmli. Nə insanlara nə demək istəyir, əsas odur. Əks kütüblərin dostluğu əsərin demək olar ki, yəni Instagram səhifəsində var, TikTok səhifəmdə var, Facebook səhifəmdə var, YouTube'da da varam. Yəni hamısında, bütün sosial şəbəkələrdə varam. Hamısında izləyirəm şəxsən özüm. Hansındansa mənə bir kəlmə mesaj yazmaqla mən o kitabların orada əldə edilməsi üçün maksimum çalışıram. Hardasa bir 2 kitab evinə də verirəm. Onları da qeyd edirəm öz Instagram səhifəmdə, TikTok səhifəmdə. Təqdimatda iştirak edən qonaqlar yazıcı ilə fikir mübadiləsi aparıb, kitab haqqında təəssüratlarını bölüşüblər. Sonda müəllif oxucular üçün kitablarını imzalayıb və xatirə şəkilləri çəkdirib. Qeyd edək ki, yazıcı Mirhicab Abdullayev bundan əvvəl Əks Qütblərin Dostluğu kitabını qələmə alıb.